Bu da boyun osteoxondrozuna tətbiq olunan, hansı ki bu hissədə sıxıntılar olur. Məsələn, tələbələr dərs oxuyarkən, iş rejimi, yəni baş aşağı hərəkətdə olan insanlar var ki, bu hissədə sıxıntılar yaranır. Bu osteoxondroz protuziyanın ilkin əlamətləri hesab oluna bilər. Yavaş-yavaş boynunuzu qaldırın, zəhmət olmasa dik eləyin. Boynundan üzü yuxarı, başın yuxarı hissəsinə qədər tətbiq eləyirik. Yuxarıda baş hissəsinə də tətbiq eləyin, zəhmət olmasa saçın diblərinə qədər. Həm saç tökülməsinə əziyyət çəkən insanlar, həm boyun osteoxondrozu, yorğunluq, duzlaşması olan insanlar çox əla şəkildə istifadə nəticəsində görə bilərlər. Gün ərzində 3 dəfə istifadə olunur, 5-8 dəqiqə masajla boyun arxasına duzlaşmadır, qan dövranı pozğunluqlarıdır, aradan qalxır. Həm də yüksək təzyiqi olan insanlar birbaşa olaraq damarları hərəkətə gətirərək burada təzyiqlərini də normallaşdıra bilərlər. Hətta təzyiq dərmanından belə asanlıqla qurtulmaq mümkündür. İlk 14 gündə təzyiq dərmanından, təzyiq dərmanı dozasını da azaltmaq mümkündür, tamamilə aradan qaldırmaq da mümkündür.